Son illər MTK-larla bağlı vətəndaş şikayətləri tez-tez gündəmə gəlir. Mənzillərin bir neçə nəfərə satılması, sənədləşmə problemləri və vətəndaşların aldadılması kimi hallar ciddi narahatlıq yaradır. Bəs vətəndaşlar mənzil alarkən hansı məqamlara diqqət etməlidirlər? MTK-ların qanuni fəaliyyət göstərməsi və göstərmədiyi hallar hansılardır? Necə yoxlamaq olar bunu? Bu sahədə qanun pozuntularına görə hansı məsuliyyət nəzərdə tutulur? Elə bu suallara indi studiyamızda cavab tapmağa çalışacağıq. Studiyada qonağım isə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəis müavini, Baş Ədliyyə müşaviri Şəhriyar Məmmədzadədir. Şəhriyar müəllim, salam, xoş gəlmişsiniz studiyamıza. Kifayət qədər aktual məsələdir, kifayət qədər izləyicilərimizi və ümumiyyətlə Azərbaycanda bu cür hallar tez-tez qarşılaşır. Elə bizim də efirimizə və ümumiyyətlə televiziyamıza müraciət halları da olur bununla bağlı. Yəni, aktualdır və həssas məsələdir. Sualım bundan ibarətdir ki, ilk sualım belə deyək. Vətəndaşlar MTK-dan mənzil alarkən nə ilə üzləşirlər və nəyə diqqət etməlidirlər? İlk öncə dəvətin üçün sizə minnətdarlığımı bildirirəm. Mövzu əslində çox aktual mövzudur. Həm cəmiyyətimizdə böyük bir aktual mövzu olduğu üçün daima tez-tez rastlaşırıq vətəndaşların MTK-lar tərəfindən aldadılması və böyük bir problemlərlə üzləşməsi. Əslində MTK modeli çox yaxşı bir modeldir. Düzgün tətbiq olunarsa, burada mənzil bazarının inkişafına, eyni zamanda tikinti bazarının inkişafına və vətəndaşların da daha münasib qiymətə mənzil almasına gətirib çıxardar. Lakin qeyd etdiyim kimi, bir çox hallarda, bəzi hallarda problemlərlə üzləşilir. Vətəndaş ilk öncə bu problemlər hansılardır? Bu problemlər birinci olaraq bir mənzilin 2 və daha artıq şəxsə MTK-nın rəhbəri tərəfindən satılmasıdır. Bu əslində ən böyük bir problemdir. Yəni, vətəndaş müqavilə bağlamaq üçün MTK-ya gedir, müqavilə bağlayır, öhdəliklərini götürür, müəyyən olmuş məbləği ödəyir MTK-ya və qrafik üzrə ödəmələr aparır. Lakin sonda müəyyən olunur ki, mənzili özündən başqa digər vətəndaşlara da satılır. Bunu daha öncədən müəyyən eləmək olmurmu? Yəni, mütləq şəkildə MTK-dakı o mənzilin tikintisi bitəndən sonra ortaya çıxır bu məqam, yoxsa? Bu ilkin qeydiyyat olmadığı üçün, çıxarış verilmədiyi üçün bunu ilkin olaraq müəyyən etmək mümkün deyil. İkinci bir problem MTK-larda əsas problemlərdən biri də mənzilin ümumi sahəsinin göstərilən, müqavilədə göstərilən sahə ilə üst-üstə düşməməsidir. Yəni, vətəndaş müqavilə bağlayır, qeyd etdiyim kimi, məsələn, 60 kvadrat metr sahəsi olan mənzil alır, pulun ödənişini eləyir, lakin sonunda mənzilin çıxarışı alanda bu sahənin 60 kvadrat deyil, 50 kvadrat, bəzənsə aşağı həcmdə olması müəyyən olunur. Lakin vətəndaş 60 kvadrat metrin pul vəsaitini ödəmiş olur. Belə bir problemlər var. Eyni zamanda başqa bir problem, vətəndaş müqavilə bağlayır, qeyd etdiyim kimi MTK öhdəlik götürülür, lakin o müəyyən olmuş müddət ərzində bina tikilmir və ya ümumiyyətlə tikilmir və ya yarımçıq saxlanılır. Eyni zamanda təchizatlarla bağlı. Mənzil tikinti kooperativində mənzil alarkən vətəndaşlara daha yaxşı təkliflər verilir. Bax, belə deyək, liftinin daha keyfiyyətli olması, eyni zamanda ərazinin, belə deyək də, infrastrukturun daha yaxşı olması ilə bağlı, qaz, su, işıq sayğacların quraşdırılması ilə bağlı vədlər verilir, lakin sonunda isə təchizatlar quraşdırılmır. Belə olan halda, hər bir halda vətəndaş ya mənzilsiz qalır, kirayədə qalır və hüquqları pozulur. Belə olan halda məhkəməyə müraciət edir, hüquq mühafizə orqanlarına müraciət edir və son nəticədə isə zərər çəkmiş şəxslərimizə, vətəndaşlara istər maddi, istər mənəvi zərər dəymiş olur. Şəhriyar müəllim, bəs nə etməlidir ki, vətəndaşlar aldanmasınlar? Bax, siz dediniz ki, çıxarış olmadan, yəni qeydiyyat olmadan evlərin neçə nəfərə satıldığı bəlli olmur. Eyni zamanda sona qədər bina tikilməlidir ki, biz bilək ki, ora sayğac qoyulurmu, lift yaxşıdırmı, pisdirmi? Ya, bax, bu məqamları bəzi hallarda gözləmək lazımdır, amma aldanmamaq üçün öncədən bir tədbir görülürmü və yaxud da nə görülməlidir?
Vətəndaş ilk növbədə bu istintaq, biz cinayət işlərinin istintaqı zamanı da, eyni zamanda praktikada da bu görünür ki, vətəndaşların bir hissəsinin, təbii ki, bu hamısına aid şamil olunmur, bir hissəsinin öz hüquqlarını mükəmməl bilməməsindən, öz hüquqlarını bilməməsidir. Bəzən vətəndaş qiymətə alınır, yəni ərazi üzrə real bazar qiymətini nəzərdən keçirmədən daha ucuz təklif olunan mənzili alır və müqavilənin hüquqi detallarına fikir vermir. Əslində MTK ilə vətəndaş arasında müqavilə bağlananda artıq hüquqi münasibətlərə girmiş olur. Ona görə də bundan öncə, yəni bu hüquq münasibətlərinə girməmişdən öncə vətəndaş ilkin addımlar atmalıdır. Bunlar nədir? Birinci olaraq ilk öncə vətəndaş bu sahədə xüsusi belə deyək də biliyi olan hüquqşünaslardan, vəkildən və digər şəxslərdən, yəni bu sahəni bilən bir şəxslərdən maraqlanmalıdır, aydınlaşdırmalıdır. İkinci bir məsələ sosial mediadan, kütləvi informasiya vasitələrindən, eyni zamanda internet resurslarından istifadə edərək vətəndaş hər hansı bir MTK-nın adını qeyd etdikdə həmin MTK ilə bağlı bütün məlumatlar daxil olur. Yəni MTK-nın ünvanı, harada yerləşməsi, harada bina tikib, əvvəllər ümumiyyətlə tikinti ilə məşğul olubmu, olubsa ümumiyyətlə bu binanı tam tikib təhvil veribmi, bəlkə yarımçıq saxlayıb, aldanmaması üçün bax bu faktlara da baxa bilər. Hüquq mühafizə orqanlarında bundan bağlı araşdırma aparılıbmı, aparılmayıbmı, cinayət işi olubmu, məhkəmə çəkişməsi olubmu? Yəni bunları qeyd etdiyim kimi sosial mediadan, internet şəbəkəsindən, kütləvi informasiya vasitələrindən vətəndaş əldə edə bilər. Eyni zamanda vətəndaş əgər qərarlaşdırıbsa ki, mənzil alacaq, artıq MTK-yə müraciət eləyir və mənzil tikinti kooperativinə müraciət eləyərkən ilk öncə bir neçə lazımi sənədlərlə tanış olmalıdır, mütləq şəkildə. Bunlar belə nizamnaməsidir, MTK-nın rəhbərindən həmin şirkətin nizamnaməsini tələb etməlidir. Nizamnaməsində həmin MTK-nın rəhbərinin kim olmasını, direktorunun faktiki kimliyini müəyyənləşdirməlidir. Çünki belə hallar olur, bizim cinayət işlərində də, araşdırdığımız cinayət işlərində də, praktikada da bu görsənib ki, bəzən podrat müqaviləsi bağlanmış, şirkətlə podrat müqaviləsi bağlanmış şəxslər mənzili öz mənzili kimi təqdim edərək satırlar. Faktiki həmin MTK-nın direktoru iştirakı olmadan müqavilə bağlanır, müqavilə verilir və son olaraq da saxta sənədlər vətəndaşlara verilmiş olur. Yenə də hər bir halda bunu mütləq aydınlaşdırılmalıdır vətəndaşlar tərəfindən. Eyni zamanda nizamnamə kapitalıdır. Biz cinayət işlərinin istintaqında da görürük ki, mənzil tikinti kooperativində nizamnaməsində nəzərdə tutulan məbləğlər çox az qeyd olunur. Yəni, mənzilin, belə deyək də, tikiləcək binanın ümumi smeta dəyəri 10 milyon, 15 milyon manatdırsa, amma nizamnamə kapitalında baxırıq ki, 10 manat, 100 manat, 50 manat göstərilib. Ona görə də bu gələcəkdə risklərə gətirib çıxarda bilər. Vətəndaş mütləq şəkildə onu da tələb etməlidir, nizamnaməsindəki məbləğə də baxsın ki, gələcəkdə hər hansı bir problemlə üzləşməsin. Eyni zamanda qeyd etdiyim kimi müqavilənin bağlanmamışdan öncə müqavilənin şərtləri ilə mütləq tanış olmalıdır hər bir şəxs. Və MTK-dan da digər zəruri sənədlərdən biri də tələb edəcək sənədlərdən biri də Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən həmin MTK-yə verilmiş tikintiyə icazə sənədidir. Çünki o sənəd olmadan hər hansı bir tikintinin aparılması tam qanunsuzdur. Eyni zamanda torpağın mülkiyyəti ilə bağlı, yəni həmin MTK tərəfindən tikilən ərazidəki torpaq sahəsinin mülkiyyəti kimə məxsusdur? MTK-yə məxsusdurmu və ya uzun müddətli icarə əsasında götürübmü? Bunlar aydınlaşdırmalıdır və əsas məsələlərdən biri də torpağın təyinatının. Torpağın təyinatı, çünki yaşayış məntəqələri kateqoriyasına aid olan torpaqlar olmalıdır. Bizim praktikamızda da, cinayət işlərinin istintaqında da görürük ki, vətəndaşlar müqavilə bağlayır, mənzil tikilir, lakin sonunda çıxarış alarkən verilmir. Çıxarış alması üçün müraciət edərkən çıxarış verilmir. Səbəb olaraq isə torpağın təyinatının dəyişdirilməməsidir. Torpağın təyinatı ya kənd təsərrüfatı və ya digər kateqoriyalar torpaqların kateqoriyasına aid olur və ona görə də mütləq şəkildə bu aydınlaşdırılmalıdır. Və digər məsələlərdən biri
Mənzil tikinti kooperativində pul vəsaitinin ödənməsi ilə bağlı da qeyd edeyim. Pul vəsaiti ümumiyyətlə nağd şəkildə ödənilməməlidir. Deməli, nağdsız hesablaşmalar haqqında qanuna əsasən ümumiyyətlə pul vəsaiti nağd deyil, yəni müvəkkil olmuş banka MTK-nın bank hesabına köçürülməlidir. Bundan başqa vətəndaşlar diqqət yetirməlidir. Fövqəladə Hallar Nazirliyindən verilən rəylər varmı? Şəhər İcra Hakimiyyətindən verilmiş sərəncamlar varmı? Bunları da tələb edirlər. Ümumiyyətlə, həm də... Ümumiyyətlə, sizin də belə şərhinizdən anlamaq mümkündür ki, kifayət qədər xeyli sayda sənəd tələb olunur. Və mən düşünürəm ki, sadə vətəndaş bu qədər diqqət yetirməməsində bəlkə də səbəblərindən biri də budur. Mütləq şəkildə hüquqşünas lazımdır, bu işi bilən lazımdır. Çünki bir vətəndaş ev almağa yaxınlaşırsa, bu qədər sənədi tələb etməsi, hansısa sənədi unutması. Ümumiyyətlə, baxın, siz şərh edirsiniz, hansı dövlət qurumları nəzarət edir bütün bu proseslərə? Sizə qədər, yəni cinayət baş verənə qədər? Ümumiyyətlə, bu tikintiyə başlamamışdan öncə qeyd etdiyim kimi Dövlət və Şəhərsalma, bu ən birinci mənzil tikinti kooperativi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçməlidir. Yəni, hüquqi şəxs statusu almalıdır. Birinci bu hüquqi statusu aldıqdan sonra qeyd etdiyim kimi torpaq sahəsinin tikintiyə icazə sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Müvafiq İcra Hakimiyyətindən sərəncamlar alınmalıdır. Fövqəladə Hallar Nazirliyindən müvafiq qərarlar və rəylər verilməlidir və sonda isə çıxarış verilməsi üçün təbii ki, daşınmaz əmlakdan çıxarış ala bilərlər bunlar. Və nəzarət edən qurumlar Dövlət Şəhərsalma Komitəsi, eyni zamanda Fövqəladə Hallar Nazirliyi və Müvafiq İcra Hakimiyyəti bunlara nəzarət eləyir. Şəhər müəllim, bax, siz vurğuladığınız o sənədlərin ki, ilkin mərhələdə tələb olunmalıdır. Bu sənədlərin tələb olunmasına ümumiyyətlə, belə deyək, vətəndaşı aldatmaq da mümkündür. Yəni, bu fakt da var ki, misal üçün, mənim bu sənədim var, sənəd istəyəndə təqdim olunur, amma sənədin saxta olub olmaması da sual oluna bilər. Necə yoxlanmalıdırlar, necə daha həssas olmalıdırlar və yaxud o sənədin saxtalığı həmin anda yəqin ki, bilmək bir növ mümkün olmayacaq. İstəsən orada müəyyən möhür də olsun və yaxud da imza da olsun, istənilən halda saxtalaşdırmaq günümüzün reallığında kifayət qədər asandır. Bu məsələyə necə nəzarət olunmalıdır və yaxud da alıcılar nə etməlidirlər? Qeyd etdiyim kimi, yəni ən birincidə qeyd elədim ki, ümumiyyətlə bu sahədə hüquqşünasla, vəkillə getmək lazımdır. Yəni, onun həmin şəxsin aldadılmaması üçün, gələcəkdə bu problemlə qarşılaşmaması üçün mütləq şəkildə o sahəni bilən şəxslə getməlidir və həmin şəxs o zəruri sənədlərin tələb eləyə bilər MTK-dan. Təbii ki, bunlar risklidir, bunu heç kim deyə bilməz ki, bu tam 100% buna nail oluna bilər, bu mümkün deyil. Amma ən azından öncədən o risklərin qarşısını ala bilərlər. Bəs vəzifəli şəxslər hansı hallarda cinayət məsuliyyətinə cəlb olunurlar? Mənzil tikinti kooperativi... Niyə bu sual həm də vacibdir? Baxın, siz vurğuladınız ki, müəyyən bir imzalar atılır və MTK-nın sahibi olmadan da alış-satış mümkün ola bilər. Bax, bu həssas məqama necə nəzarət olunmalıdır və əgər həmin şəxs orada iştirak etmirsə, kim burada cəzalanır? Pudratçı şirkətmi, yoxsa elə sahibmi? Qeyd edeyim ki, birinci sualınızla bağlı, deməli, mənzil tikinti kooperativinin vəzifəli şəxsləri qeyd etdiyim kimi, əgər bir mənzili 2 və daha artıq şəxsə satmış olarsa, artıq burada dələduzluq və aldatma və etibardan sui-istifadə etmə cinayətin tərkib əlamətləri yaranır, vəzifə səlahiyyətlərindən sui-istifadə və eyni zamanda vəzifə saxtakarlığı. Əgər əməlində cinayət məcəlləsinin digər tərkib əlamətləri olarsa, bu cinayət məsuliyyətə cəlb olunur. Və cinayət məsuliyyətinə cəlb olunarkən birinci, ilk növbədə istintaq qurumu olaraq biz zərərçəkmiş şəxslərin dairəsini birinci müəyyənləşdiririk ki, ümumiyyətlə zərərçəkmiş nə qədərdir, yəni və üstəcə vurulmuş ziyanın məbləği nə qədərdir. Və ondan sonra təqsirli olan şəxslərin məsuliyyətə cəlb olunur və həmin şəxslərin əgər istintaq dövründə cinayət yolu ilə, daha doğrusu əldə olunmuş əmlakı müəyyən olunarsa, həmin əmlaklar üzərinə də müvafiq məhkəmənin qərarı ilə həbs qoyulur. Eyni zamanda banklarda hər hansı bir pul vəsaitləri olarsa, həmin cinayət yolu əldə olunduğu müəyyən olunarsa və onların da üzərinə
həbs qoyulur və gələcəkdə məhkəməyə göndərilməklə həmin əmlakların xüsusi müsadirəsi üçün təklif olunur. Onda anladığım qədərilə həmin o həbs qoyulan məbləğdən də zərər çəkənə həmin o dəymiş ziyan ödənilir. Bəs yaxşı, günümüzün reallığında fakt ondan ibarətdir ki, bəzi şəxslər heç öz adlarına heç nə saxlamırlar, öz adlarında heç nə yoxdur. Bəs bu cür hallarda nə etməli və zərər çəkənə ümumiyyətlə o məbləğ necə ödənilir? Bəli, bu cinayət işinin istintaqı zamanı bir çox hallarda təbii ki, bu ziyanın ödənilməsinin tam şəkildə ödənilməsi bu mümkün olmur. Vətəndaşın təqsirləndirilən şəxsin və ya şəxslərin əmlakı olmur, müəyyən ümumiyyətlə əmlakı çıxmır. Belə olan halda bir vətəndaşlara vurulmuş ziyanın tam şəkildə ödənilməsinin mümkün olmur. Ancaq son illərdə dövlət tərəfindən aparılmış, belə deyək də, dövlət tərəfindən bir qayğı olaraq vətəndaşların hüquqlarının bərpası məqsədi ilə dövlət bəzi hallarda onu öz öhdəliyinə götürərək həmin zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənməsini təmin etmişdir. Bəs belə hal düşünək ki, həmin siz vurğuladığınız kimi adında heç nə yoxdur, heç bir mülki yoxdur, hesabda da pulu yoxdur və zərər çəkən şəxs deyir ki, mən ev almışam, mənzil almışam, müəyyən illər çərçivəsində bunu ödəmişəm və hazırda evim yoxdur və cinayət məsuliyyətinə cəlb olunan şəxs də deyir ki, pulum yoxdur, mən gedirəm həbsə. Bu cür hallarda dövlət qurumları mı ödəyir bu pulu və yaxud da hansı, necə təmin olunur və yaxud da zərər çəkən elə evsiz qalır, yenidən sıfırdan başlayır? Mən qeyd elədiyim kimi, əvvəldən də qeyd edim, bu həmişə mənzil tikinti kooperativi, əgər ümumiyyətlə dövlət qeydiyyatına alınmayan hər hansı bir sənədlə mənzil alınması hər zaman risklidir. Hər zaman risklidir. Risklidir və ziyanın ödənilməsi bəzi hallarda bu tam ödənilməsi mümkün olmur. Amma qeyd etdiyim kimi son dövrlərdə dövlət tərəfindən vətəndaşların pozulmuş hüquqların bərpası məqsədi ilə bir çox vətəndaşların zərər çəkmişlərə mənzil tikinti kooperativinə bağlı vurulmuş ziyanın ödənməsi dövlət öz üzərinə öhdəliyi götürərək təmin eləmişdir. Ümumiyyətlə, praktikada nə qədər çəkir bu vaxt zərərin ödənilməsindən söhbət gedir? Yəni, proses gedir, məhkəmə prosesi gedir, sonra hansısa bir digər proseslər başlayır və o zərər çəkən şəxs nə qədər evsiz qalır və yaxud da pulsuz qalır? Təcrübədə, yəni, mən sadəcə olaraq istəyirəm ki, izləyicilərimiz bu zaman kəsiyini eşitsinlər ki, riskləri də gözə alaraq daha həssas olsunlar. Təbii ki, bu uzun müddət də ola bilər. Bəzən olur ki, 10 illiklərlə, bəzən 5 il, 10 il müddətində, yəni ziyanını ala bilmir vətəndaş, vurulmuş ziyanın ödənməsi təmin olunmur. Bu olur. Şəhriyar müəllim, mən son olaraq suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm. Son olaraq istərdim ki, elə bizim efirimiz vasitəsilə izləyicilərimizə, alıcılara, ümumiyyətlə kim MTK-dan mənzil almaq istəyirsə, həmin şəxslərə müraciət edəsiniz. Çünki bu cür hallarla siz daha tez-tez qarşılaşırsınız və həm o riskləri bilirsiniz, həm hüquqi çərçivədə baş verən hadisələri bilirsiniz, cinayəti bilirsiniz. İstərdim ki, bir növ müraciət edəsiniz, daha həssas olsunlar, daha diqqətli olsunlar. Bir daha vətəndaşlarımızdan xahişimiz odur ki, hər bir halda mənzil alarkən hər bir sənədə diqqətlə yanaşsınlar. Müqavilənin hər birini, bəndini oxusunlar. Qeyd etdiyim kimi hüquqşünaslardan, vəkillərdən, bu sahəni bilən şəxslərdən mütləq istifadə eləsinlər ki, gələcəkdə aldanmaması riskləri ilə bağlı. Əgər və buradan da fürsətdən istifadə edib vətəndaşlarımıza hər hansı bir belə hallar olarsa, Baş Prokurorluğun 961 və Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin 161 qaynar xat əlaqə mərkəzindən əlaqə saxlayıb məlumatlar verə bilərlər. Çox sağ olun Şəhriyar müəllim. Təşəkkür edirik ki, bu cür aktual və həssas mövzu ilə bağlı suallarımızı cavablandırdınız və ümid edək ki, izləyicilərimiz, alıcılar eşitdilər. Təşəkkürlər studiyamıza gəldiyiniz üçün. Qonağım isə, çox sağ olun. Qonağım isə Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin, İstintaq İdarəsinin rəis müavini, Baş Ədliyyə müşaviri Şəhriyar Məmmədzadə idi. Biz onunla birlikdə MTK-lardan ev alarkən nələrə diqqət edilməli
mövzusuna toxunduq. Nə etməliyik və hüquqi çərçivədə bu proses necə baş verməlidir? Risklər hər zaman var və bu riskləri nəzərə alaraq elə bir daha efirimiz vasitəsilə müraciət edək ki, bu işi bilənlə bu işi görmək lazımdır və mütləq şəkildə yalnız da hüquqşünas olsun, ən azından bu işi hüquq çərçivəsində nələr baş verəcək, bunu bilən bir şəxs olsun. Risk həmişə var, amma o riskdən özümüzü mütləq şəkildə qorumaq həm də vətəndaş məsuliyyətidir.